İmam Hüseyn də belə buyurur. Baxın, bizim məclisdə bu parçalar ki vurulub bura, həm bu tərəfdə, sol tərəfdə, həm də sağ tərəfdə İmam Hüseyn Əleyhisselamın bir gözəl hikmətli kəlamı yazılıb. Mən sizə nümunəyəm. İmam Hüseyn Əleyhisselam bizə nümunədir. İmam Hüseyn Əleyhisselam burada əyləşənlərə, hamımıza, elə başda bizim özümüzə bir nümunədir. Nədən nümunədir? Onu kimi yaşamaq. Ona bax, o necə yaşayıb? Sən də belə yaşa. Və bizim də neçə gündür söhbətimiz bu barədədir. Dedi, məclisimizdə başlayanda Allahın kitabı Qur'an-ı Kərim, bir də ziyarət-i Aşura, Aşura ziyarətnaməsini oxuyuruq. Ziyarət-i Aşurada, bu ziyarətnamədə İmam Hüseyn əleyhissalama salam verib, düşmənlərlə lənət göndərib, dua eləyəndə belə bir dua edirik. İlahi, mənim həyatımı, yaşayışımı Peyğəmbər və onun əhli beyti kimi qərar verir. Ölməyimi də, bir gün ölüm haqdır. Qur'an-ı Kərimdə Allah Teala buyurduğu kimi, ölümü dadacaqsınız. Öləndə də bizi Peyğəmbər və onun əhli beyti kimi bu dünyadan apar. Bu məclislərin fəlsəfəsi, bu məclislərin hikməti, əsas elə qayəsi budur. Məğzi budur. Bu məclislərdə bizim bir işimiz mərsiyə deməkdir. Bu məclislərdə bizim bir işimiz göz yaşı tökməkdir ki, o göz yaşının bərəkəti var. Qədrinizi bilin. Bu məclisdə bizim bir işimiz ehsan verməkdir. Malımızdan İmam Hüseyn üçün xərcləməkdir. Amma əsas məsələ ki var bizim dinimizdə, dünən də bu barədə danışdım və söhbətimin mövzusu bu barədə olacaq. İmamlarımız bizə deyirlər, bizi kimi olun, bizi kimi. Mən sizə nümunəyəm, yazılıb orada. Nümunədir o bizə. O necə yaşayıb? O ailədə necə olub? Qonşusu ilə necə olub? Qohumları ilə necə olub? Dostları ilə necə olub? Məsciddə necə olub? Biz də belə olmalıyıq. Yoxsa Allah uzaq eləsin. Həyatda biz dilimizdə ya Hüseyn deyək, İmam Hüseyndən danışaq, amma əməllərimiz İmam Hüseynin düşmənləri, lənət göndərdiyimiz Yezidlərə, Şimirlərə oxşasın, biz həqiqi onda Şiə hesab olunmarıq. İmam Hüseyn Əleyhisselamın oğlu, Kərbalada iştirak edən, xəstələnən və sağ qalan imamımız, 4-cü imam, İmam Zeynül Abidin, Səccad Əleyhisselam görün nə deyir? İmam buyurur, bilin ki, Allah yanında ən xoşa gəlməz insan, Allahın acığı gəldiyi insan kimdir? O insandır ki, bir rəhbərin davançısı olub, deyə mən İmam Əlinin yolunu gedirəm. Mən İmam Hüseynin aşiqiyəm. Amma, lakin onun yaşam tərzini davam etdirməyəndir. Danışanda bu adam deyir, mənim rəhbərim kimdir? İmamım kimdir? Ağam kimdir? Həzrət Əli, xoş halı var. İmam Hüseyn, yolumuz Kərbaladır. İmam deyir, Allah ondan acığı gəlir. Əgər o imam özünə rəhbər bilir, amma o imam kimi yaşamır. Bir nəfər İmam Sadiq əleyhissalamın 6-cı imamımızın yanına gəlib, imama buyurdu. Ağacan, filan kəs, mən gələndə dedi, imama salam dinən. İmam dedi, sənə də salam olsun, ona da salam olsun. Sonra imam bir cümlə dedi, dəhşətdir. Allah bizi o şəxslərdən qərar versin. Görün nə deyir. Ged ona çatdır. Əli əleyhissalamı, Həzrət Əlini, Allahın Rəsulü Peyğəmbərin yanında yüksək mərtəbəyə qaldıran, İmam Əlini Əli eləyən, Peyğəmbərin yanında gözündə onu ucaldan, o deyilən şeylərə fikir versin. Salama cavab verdi. Ged o adama çatdır. De, İmam Əlinin Peyğəmbər yanında nə qədər hörməti vardı? Bilirsiniz, Peyğəmbər İmam Əlini çox sevirdi. Əmsi oğlu idi, xeyr. Yaraşmaz biz Peyğəmbər edək ki, əmoğlunu sevirdi. Üzv üstürəm, damadı idi, Fatimə-i Zəhra qızının salamı aleyhə həyat yoldaşı idi. Ona görə əlini sevirdi, Peyğəmbərə alçatmışıq, nauzubillah. Nəvələrinin atası idi, Həsən və Hüseynin Allahın salamı olsun, xeyr. Bəs niyə Peyğəmbər İmam Əlini bu qədər hörmət qoyduğunu sevirdi? De, Peyğəmbərin yanında İmam Əlini uca mərtəbəyə qaldıran şeylərə fikir versin, onlara əməl etsin. Nə idi onlar? Həqiqətən də Əlini Peyğəmbər yanında Allahın salamı olsun ikisinə də bu qədər hörmətli edən şey yalnız onun düz danışmağı, doğru danışmağı və əmanətdar olmağı idi.
Ona görə Peyğəmbər bu kişini sevirdi, Həzrət Əlini. O düz danışırdı, cəmaatı aldatmırdı. Namazda əyilib dururdu, həccə gedirdi, amma dilində yalan danışmırdı. Nə qədər da bizə desinlər, Hacı aldatdı, Hacı pul aldı, vermədi, Hacı belə elədi, Hacı el elədi, Kərbəlayı belə elədi, Məşədi belə elədi. Bir daha deyirik. Bunların heç biri Həcc Kərbalaya dəxli yoxdur ya. Səni həccə get, aldatma. Sən Kərbalaya get, düz danış, aldatma. Amma bunu bizə tapşırıblar. Bu saqqal, əmmamə, birinci mənim özümə də deyiblər ki, o Peyğəmbər əmmaməsinin başına qoyursansa, məsuliyyətini də qəbul elə. Həccə gedən, Kərbalaya gedən, İmam Hüseyndən danışan, Allahın salamı olsun onlara. Bəzən də görsən, o qədər məhəbbəti var, evində imamın Zülfüqar qılıncını aslayıb. Çox gözəl. Maşınında İmam Əlinin adını vurub. Çox gözəl. Bəzən də görsən, müqəddəs rəqəmlər ki var, İmam Zaman ağa ilə bağlı. 313. Maşın alır, Allah xeyir versin. Gəlir, deyir ki, mənə nə istəmək oldu ki, Seyid, maşın nömrəsinə bax. Deyirəm, nə olur? 313-dür də. Mən 313-əm də. Mənki 313-dür də. Qurban olam ağaya. Əla, gözəl. 313 müqəddəs rəqəmdir. Bəli. 313 müqəddəs rəqəmdir. Maşına da vurursan, düz eləyirsən. Amma sən 313 nəfər kimi yaşamaq istəyirsən. Evində Zülfüqar qılıncı asırsan. Nə zaman zalimlara o Zülfüqar qılıncı ilə haqqı qaldırıb tələb eləmək istəyirsən. Düz danış, düz yaşa, əmanətə xəyanət etmə. Peyğəmbər niyə Əli əleyhissalamı sevirdi? Nə üçün Peyğəmbər Həzrət Əliyə dəyər verirdi? Çünki o əmanətə xəyanət etmirdi. Məsələ o qədər ciddidir. Məsələ o qədər əhəmiyyətlidir ki, bizim imamlarımızın adları var. Əhl-i Beyt imamlarımızın ləqəbləri var. Məsələn, Əmir əl-Mu'minin, salam olsun ona. Heydər-i Kərrar, Faruqul Ümmə, ümmətin haqq batilini ayıran, Siddiqul Əkbər, ən böyük düz danışan, Həzrətən ləqəbidir ya. İmamın bir ləqəbi də bilirsiniz nədir? Əliyyün mizanul ə'mal. Əli əməllərin tərəzisidir. Tərəzi nə üçündür? Bəzən də bəzi adamlar deyir ki, o filan kəsin tərəzisi düz vurmur. Ədalətli deyil. İmam əməli əməllərin tərəzisidir. Bizə deyirlər, özünüzü yoxlamaqdan ötürü o tərəziyə qoyun. Qoy o tərəzinin gözünə, gör İmam Əli ilə uyğunsan ya yox. Əməllər eləyirsən, çox gözəl. Axşam sağı gəl, otur, tapşırıblar. Hər axşam yaxşı olar mömin gündəlik elədiyi əməllərini hesab kitaba çəksin. Necə ki, ticarətdə çəkir. Öz şəriki ilə. Axşam sağı gəl, otur, qoy İmam Əlinin tərəzisini. Dən İmam Əli əyləşib mənim qabağımda. Mən kiməm? Mən nə qədər imama yaraşıram? Ona görə imamlarımız bizə buyurublar. Kunu lənə zina. Bizə zinət olun. Bizə yaraşıq olun. Qoy sizə baxanda fəxr eləsinlər. Əhsən, həci olar belə. Da deməsinlər, həci toylarda yallı gedir. Əhsən, Kərbalaya olar belə. Hər il ərbəyinə gedir. Hər ildir mən söz vermişəm. Mən ərbəyinə getməliyəm, piyada. Ayaqlarım yara olsa da deyir, o 80-90 kilometr getməliyəm. Allah qəbul eləsin. Buradan Kərbalaya İmam Hüseyin İslamın yanına ayaqla gedirsən. Allah getməyənlərə nəsib eləsin. Amma səni haqqı deməyə çağırırlarsa, sabah getmirsənsə, o ayaqlarınla günah dalıca gedirsənsə, İmam Hüseyinə yaraşmır. Kunu lənə zina. Bizə zinət olun, bizə yaraşıq olun. Bizə xəcalət olmayın. Bizim başımızı aşağı eləyənlərdən olmayın. Baxanda deməsinlər, bu da özünə şiyə deyir. Amma Əli deməyinə əleyhissalam baxma. Hüseyin vurmayına baxma. İmam Hüseyindən danışmayına baxma. Bu adam danışanda İmam Hüseyindən danışır, yaşayışında Yezid kimi yaşayır. Şümür kimi yaşayır. Necə ki, bizim aramızda dünən dedim, bəzi insanlara elə bir cinayətkarı elədilər, filan kəs elə Yeziddir. Şümürdür. Hədisə bax, nə gözəl hədisdir. Peyğəmbərimiz Allahın salamı olsun ona və pak əhl-i beytinə. Mən bu hədisi burada deyirəm. Bu savabı inşallah verirəm bu sözü deməkdən. Görün, Peyğəmbər İmam Əlini tərifləyir. Bu savabda mən ki danışıram, hamısı şərik edirlər.
Amma bir dənə xahişim var. Dua eləyin bir-birimiz üçün. Allah bizi bu hədisə əməl edənlərdən qərar versin. Peyğəmbər gör nədir? Allahın salamı olsun ona və pak əhl-i beytinə. Əli can, ey Əli, sənin cəmaat arasında olan məsəlin, oxşarın Qur'an-ı Kərimin Qul Huvallah surəsidir, İxlas surəsidir. Çox dəhşətlərdir sizi, maraqlı, düzdür. İmam Əli nəyə oxşayır? Qul Huvallah surəsinə. Necə? Hər kəs bu surəni bir dəfə oxusa, sanki Qur'an-ı Kərimin 1/3-ni oxumuşdur. O qədər fəzilətli surədir, o qədər bərəkətli surədir. Bir dənə haşiyə çıxım, qısa deyirəm. Peyğəmbərin bir sahabası dünyasını dəyişdi. Gördülər, Peyğəmbər onun dəfnində iştirak edir. Peyğəmbər elə bir iş gördü onun dəfnində, sonra qutarandan sonra dedi ki, o qədər mələk gəlmişdi onun cənazəsini dəfn eləməyə. Siz cənazədən yapışmışdınız, aparırdınız bu rəhmətliyi. Mələklər də gəlmişdi, cənazəni aparırdılar. Niyə? Dedilər ki, bu adamın özü hər gün dilində Qul Huvallah surəsini oxuyurdu, zikr edirdi. Dünən dedim, Məhərrəm ayında müstəhəbdir, savabdır, hər gün alimlər buyururlar, 100 dənə Qul Huvallah oxuyun, İmam Hüseyin əleyhissalama, İmam Zaman ağa tərəfindən, İmam Zaman ağaya hədiyyə edir. Xeyri bərəkətini görərsiniz. Əli əleyhissalama Peyğəmbər buyurur ki, sənin bu ümmətin arasında məsəlin Qul Huvallah surəsidir. O elə bir surədir ki, hər kəs o surəni bir dəfə oxuyarsa, Qur'an-ı Kərimin 1/3-ni oxumuşdur. Hər kəs bu surəni 2 dəfə oxuyarsa, Qur'an-ı Kərimin 2/3-ni oxumuşdur. Hər kəs bu surəni 3 dəfə oxuyarsa, Qur'an-ı Kərimin hamısını oxumağın savabını o adama verərlər. Bildiyi, çox gözəl. Bəs Əli əleyhissalama bağlılığı nə oldu? Qulaq as. Hər kəs, ya Əli, səni ancaq qəlbində sevərsə, ancaq bu adam qəlbi ilə imamı sevir, o imanın 1/3-ni əldə etmişdir. Bu imamı ancaq qəlbində sevir. Əliyə düşmən deyil. Əli İslam məhəbbəti də bilirsiniz də, çox dəhşətli məhəbbətdir. Bugün təkcə şiyələr yox, əhl-i beyt ardıcıları yox, müsəlmanlar yox, hətta qeyri-müsəlmanlar, xristiyanlar belə, hətta ateistlər belə İmam Əli İslam'a dəyər verirlər, onu tərifləyirlər. Məhəbbət onun qəlbindədir. Hər kəs Əli İslam'ı qəlbi ilə sevərsə, o imanın 1/3-ni ələ getmişdir. Hər kəs İmam Əli əleyhislamı qəlbi ilə sevərsə, dili ilə də müdafiə edərsə, dilində də ya Əli deyərsə, İmam Əlinin haqqını müdafiə edərsə, o imanın 2/3-ni ələ gətirmişdir. Hər kəs Əli əleyhislamı qəlbi ilə sevərsə, dili ilə müdafiə edərsə, bədən üzvlərini, əli, ayağı, gözü, qulağı da imam dediyi kimi yaşayarsa, imamın ardınca gedərsə, o imanının üçünü də kamilləşdirmişdir. Bunun gözü o şeyə baxır ki, imam baxırdı. İmam naməhərəmə baxmırdı. İmam bu gözü ilə cəmaatı incitmirdi. Onun qulağı o şeyi eşidir ki, İmam Əli o şeyə qulaq asırdı. Haram musiqi, ləhv-ü ləib, eş, işlət, bunluq deyildi. Bunun əli, İmam Əlinin əli kimi haqqı şillə vururdu, sinə vururdu. Lazım gələndə zalimin də təpəsindən qoyurdu. Bunun ayağı İmam Əli əleyhissalam kimi haqqın dalıca gedirdi, haram işin dalıca getmirdi. Bu bədən üzvlərimiz gərək İmam Əli əleyhissalam kimi olsun. Mən bu hədisi çox tez-tez demişəm. Peyğəmbərimizin sahabələrinin arasında ən üstün sahabə, suala diqqətlə qulaq asın, ən üstün sahabə kimdir? Əhsən, ağsaqqal, Salman. Allahın rəhməti, salamı olsun ona. Və elə burada yerin deyim ha. Bu Salmanın adı gələndə bilirsiniz, Salman Fars idi. O qədər bu adam bərəkətli oldu. İmanı elə bir dərəcəyə qalxdı ki, Salman haqqında buyururlar, Peyğəmbərliyi qoyaq qırağa. Möminlərin arasında iman 10 mərtəbədir. Salman neçənci mərtəbədədir? 10-cu mərtəbədədir. 10-cu mərtəbədən yuxarı peyğəmbərliyidir. Nə olsun Fars idi? Bəstirin, yığışdırın bu millət söhbətin. Qatıblar cəmaatın başını, Türkiyə, Fars, Ərəb, Talış filan. Bizi parçalamazsındır. And olsun Allaha. Quran deyir bizə, Allah yanında millətlə deyil. Mənim əzzim, mənim millətim Talışdır. Görürəm bu səhv eləyir. Nə olsun? Səhv eləyir də haram eləyir, günah eləyir.
türkdür, Azərbaycanlıdır, səhv eləyir, ola bilər. Millətlə ölçməyin. Quran deyir, Hücurat surəsi. İnnə əkrəməkum indəllah ətqakum. Allah yanında hörmətli kimdir? Təqva sahibidir. Allah yanında Farsın, Türkün hörməti söhbəti yox. Kim təqvalıdır? Allah yanında onun hörməti var. Maraqlı bu da elə bu ayənin təfsirində var. Bu ayə Salman haqqında nazil olub. Peyğəmbər oturmuşdu. Salman daxil oldu məclisə. Gör nə qədər hörməti var. Peyğəmbər ayaq üstə qalxdı. Salmana yanında yer verdi. Orada əyləşən ərəblər narahat oldular. Dedi ki, o Farsdır, sənin yanında əyləşib. Biz ərəblər qala-qala Allah Teala bu surənin, Hücurat surəsinin bu ayəsini göndərdi. Allah Teala sizi millətlərə bölüb, tayfalara bölüb. Bunun bir hikməti var. Bir-birinizi tanıyasınız. Amma Allah yanında dəyər, fəzilət, hörmət millətləndir. Nə iləndir? Təqva iləndir. Yəni, Salmandan nə demək istəyirəm? Baxın. İmam Sadiq əleyhissalama bir söz. İmam Sadiq əleyhissalam Peyğəmbərdən, təsəvvürün böyük-böyük bizim böyüklərimizdən nəql olub. Salman haqqında bir söz hansı cümləni deyiblər? Salman biz əhli beytdəndir. Allahu akbar. Mən bilmirəm. İnşallah sizin haqqınızda bu deyilsin. Sizə and verirəm Allaha bu məclisin hörmətinə. Yuxuda gəlib heç olmasa desinlər ki, Peyğəmbər deyir, ay Məşədi, ay Kərbəlayı, ay filan kəs, Allah bəndəsi. Sən biz əhli beytdənsən. Ay nə gözəl hisslər yaşayarsan sən. Salman biz əhli beytdəndir. Allahın salamı olsun onlara. İmam Sadiq əleyhissalama bir nəfər buyurdu ki, ağacan, bu Salmanı niyə bu qədər tərifləyirsiniz? Hey deyirsiniz Salman. Salmanı niyə bu qədər tərif verirsiniz? İmam Sadiq əleyhissalam dedi, qulaq as. Salmanda 3 dənə xüsusiyyət var idi. Ona görə biz əhl-i beytin yanında ona dəyər verilir. 1. Salman bir fikri, rəyi, nəzəri İmam Əli əleyhissalamdan üst-üstə düşməsəydi, deyirdi, mən deyən yox, Əli əleyhissalam deyir. Mən belə getmək istəyirəm. İmam Əli deyir, belə getmə, belə get. Baş üstə. İmam Əli nə deyir? Mən o məclisdə iştirak eləmək istəyirəm. Qardaş, İmam Əli o məclisdə iştirak eləməyə icazə vermir. Mən bu sözü demək istəyirəm. İmam Əli qoymur. Qulaq as. Mən filan kəsi cəzalandırmaq istəyirəm. İmam Əli qoymur. İmam Əli burada deyir, pul xərclə. Baş üstə. İmam Əli İslam deyir, burada haqqı dinən. Başın ağrasa da dinən. Salmanı ona görə tərifləyir. Bu adam qabağına 2 iş çıxsaydı, öz fikri imamın fikri ilə üst-üstə düşməsəydi, kimin fikrini seçərdi? İmam Əlinin. Yoxsa elə Əli əleyhissalamdan danışsın, Kərbalaya da getsin, harada çatdı desin ki, 5 dəfə Kərbala getmişəm, hər dəfə ora çatır deyir, 10 dəfə həcə getmişəm, şeytana həcdə daş atsın, amma gəlsin burada baxsan, bu şeytanı daşlamaq nəyə lazımdır, şeytan sana baxıb nə deyər sən də. Öz fikrindir. Yo, İmam Əli yaxşı ağamızdır, mövlamızdır, qurban olduğum İmam Əli. Ancaq indi zamana fərq edir. Bəhanəyə bax. Gələk İmam Hüseyin əleyhissalama. İmam Hüseyin əleyhissalam necə yaşayırdı? Biz də onlar kimi yaşamalıyıq. Mən də, siz də, hamımız İmam Hüseyin əleyhissalamdan 3 dənə nöqtəni deyim, inşallah verirəm Məddaq qardaşımıza Allah səsinə xeyir, bərəkət versin. Baxın, İmam Hüseyin əleyhissalamın bir xidmətçisi var idi. İmama qarşı bir dəfə səhv buraxdı. Səhvi də elə bir səhv idi ki, ona görə cəzalanmalı idi. Onu cəzalandırmaq lazım idi. Baxın. O ki, gördü imam onu cəzalandırmaq istəyir, Quran ayəsini tez başladı oxumağa. İmama tez dedi ki, gördü imam əsəbləşib, tez başladı ki, Əl-Kaziminəl-Qeyz. Quran-ı Kərimdə Allah Teala buyurur. Onlar ki, öz əsəbini boğarlar. İmam Hüseyin ayə oxuyur. İmam Hüseyin də təkəbbürdən demədi, buna bax, Hafiz-i Qurana ayə oxuyur. İmama ayə oxuyur. Səhv buraxıb, imam onu cəzalandırmalıdır. Gördü imam əsəbləşdi, tez imama ayə oxudu ki, onlar ki, əsəbini boğarlar. İmam deyir, əsəbimi boğdum. Gördü, nə qəşəndir. İmam qəbullədi. Deməli, döyməyəcək, cəzalandırmayacaq. Keçdi, 2-ci ayəni oxudu. Vəl-afinə ənin-nas. İnsanları əff eləyərlər, bağışlayarlar. İmam bu deyir, bağışladım. Sonra gör nə dedi? Vallahu yuhibbul muhsinin. Allah Teala yaxşı iş görənləri sevir. Gördülər, nə ayə deyirəm, imam da qulaq asır, nə qəşən əməl edir. Cəzalandırmadı, əff elədi. Allah yaxşı iş görənləri sevir. İmam Hüseyin əleyhissalam həm bağışladı, həm cəzalandırmadı, həm də imam buyurdu ki, ged Allah yolunda azadsan. Əxlaqa bax.
İndi bu Kərbəlayı, bu İmam Hüseyndən danışan, göz yaşı tökən Allah qəbul eləsin. Amma əsəbləşəndə bu adam dayanmır. Görmüşəm, ayə də oxuyursan, deyirəm, mən ayə oxuma. Allahu Akbar. Əsəbinizə hakim olun, qəzəbinizə hakim olun. Bəzən dostluq, qardaşlıq nə ilə pozulur? Əsəbləşməklə. 2. Bir nəfər gəldi, İmam Hüseyin İslamı təhqir elədi. Bəli, bəli. İmam Hüseyin İslamı təhqir elədi. Şamdan gəlmişdi. Şam Muaviyyənin təbliğatı nəticəsində insanlar Əhl-i Beytə düşmən baxırdı. İmam Əlini, üzr istəyirəm, nauzubillah, təhqir edib söyüş söyürdülər. Gəldi, imamı elə təhqir elədi. Ətrafdakılar narahat oldu. İmam buna dedi, Şamdan gəlmişsən. Muaviyyənin təbliğatının nəticəsində zəhərlənmişsən. Qardaş, nəsə müşkülün var, həll eləyək. Qalmağa yerin yoxdur, aparaq. Ay, gördüm, mən bu kişini təhqir eləm, bu kişi mənə deyir, yoldan gəlmirsən, müsafirsən, qəribsən, sənə nə qulluq eləyək? Özü peşman oldu. Üzr istədi, imamın imamətini qəbul elədi. Ona görə, qardaşlarım, bizim bu həyatda əsas məqsədimiz həm də imamlar kimi yaşamaqdır. Onlar kimi də dünyasını dəyişməkdir. Və bunu da sizə mən deyim, kim onlar kimi yaşasa, kim onlar kimi həyat sürsə, bilsin ki, öləndə də onlar kimi ölməyi bacaracaq. Bəli, sən yaxşı yaşamasın, yaxşı ölə bilməzsən. Təmiz yaşamasın, təmiz ölə bilməzsən. Halal yaşamasın, halal ölə bilməzsən. İndi Allah gəlsin desin ki, Fatihə, halal edin zəhmətsi, mərhuma belə eləyin, üzürdə ehsan versinlər, onu versinlər, bahalı mərmər daşı qoysunlar. Amma birinci gecə qəbirə qoyan kimi, daha orada var ha, heç bir şey dərdimizə dəyməyəcək, heç bir şey. Ancaq dediklərimizə əməl etmişiksə, o bizə. İmam Səccad əleyhissalam, İmam Hüseynin oğlu buyurur ki, öləndə insan, can verəndə, ölüm mələyi onun başının üstünü kəstirəndə insanlardan kömək istəyər. Üzün tutar övladlarına, mənə kömək edin. Övladlarından belə bir səs eşidər. Bizim sənə bacardığımız budur. Səni yuyay, kəfənə bükər, ilaxır falan vacibatı aparaq bastıraq. Övlad ataysı neyə bilər bundan başqa? Başqa birindən varlıq görər. Deyər, sən kimsən, sən mənə kömək elə. Deyər, mən sənin var dövlətinəm. Məndən də sənə kəfən, 2 metr kəfən. Tamam. Başqa var dövlət, yığcınən, aram, halal, bazar, o, bu, faizə pul ver, neynə, min cür oyundan çıx, narkotika sat filan, bəs məkan, pul qazan. 2 metr kəfən. Tamam, bitdi. 3-cü bir varlıq gələr, deyər, sən kimsən, mənə kömək elə. Deyər, mən sənin əməlinəm, əməlin. Mən səndən axıra qədər varam. Yaxşı olsun, yola gedəcək. Yaxşı olmasın, qiyamət günündə əməl dəftərini insanın əlinə verəndə Quranda ayədir. Nə deyir? Açıb baxır, deyir, biabırsızlıqdır ki, Allah uzaq eləsin. Nə var hamısı qeyd olunub burada? Kaş bu əməl dəftərini əlimə verməyəydilər, Quranda ayədir. Orada belə deyilən tullayasan, əməl dəftərin qolluğunu tullayasan, deyirsən, mən eləməmişəm. Yox. Hamısı Allah tərəfindən qeyd olunub, çəkilir. Allahın verib Peyğəmbəri və onun pak Əhl-i Beytinə Allah Teala bizi Əhl-i Beyt imamlarımız kimi yaşayanlardan, onlar kimi ölənlərdən qərar versin.